Hər vaxtınız xeyir. Xalqın gündəmi rubrikasında Xalq qəzetinin 20 fevral nömrəsində dərc olunan Vaşinqton Bakı ilə İrəvanı barışdırır, Brüssel isə hələ də aralıqdan çıxmır məqaləsinin icmalını təqdim edirik. Məqalənin müəllifi Səxavət Həmid yazır ki, Avropa İttifaqı Şurası fevralın 1-də Satu Koyvonu Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri təyin etməklə missiyanın fəaliyyətini davam etdirmək niyyətini ortaya qoydu. Finlandiyadakı yüksək rütbəli polis zabiti olan Satu Koyvu fevralın 20-sindən etibarən vəzifəsinin icrasına başlayacaq və Markus Ritteri əvəz edəcək. Onun BMT və Avropa İttifaqı çərçivəsində müxtəlif ölkələrdə qazandığı uzun müddətli beynəlxalq təcrübə yeni mərhələdə missiyanın fəaliyyət istiqaməti baxımından diqqət çəkir. Müəllif qeyd edir ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası 2023-cü ilin fevralında bu ölkəyə yerləşdirilib. Sonradan müşahidəçilərin sayı artırılıb və mandatı uzadılıb. Missiya Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfindən monitorinq aparmaq və təhlükəsizliyə dəstək vermək məqsədi daşıyır. Lakin 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişi regionda yeni siyasi hüquqi reallıq formalaşdırıb. Sazişin müvafiq maddəsində tərəflərin sərhəddə üçüncü qüvvələri yerləşdirməmək öhdəliyi əksini tapıb ki, bu da təhlükəsizlik mexanizmlərinin birbaşa iki tərəfli əsasda qurulmasını nəzərdə tutur. Səxavət Həmidin qənaətinə görə son aylarda sərhəddə nisbi sabitliyin qorunması və eskalasiya hallarının müşahidə olunmaması fonunda müşahidə missiyasının əvvəlki formatda fəaliyyətinə ehtiyac məsələsi müzakirə doğurur. Müəllif hesab edir ki, post-saziş mərhələsində prioritet birbaşa dialoq, delimitasiya və demarkasiya prosesinin irələdilməsi olmalıdır. Bununla belə Avropa İttifaqı Şurası missiyanı davam etdirmək qərarı verib və indi əsas diqqət yeni rəhbərin yanaşmasına yönəlir. Müəllif vurğulayır ki, Satu Koyvu fəaliyyətini siyasi retorikadan uzaq, obyektiv və balanslı şəkildə qurmalı, mövcud sülh mühitini risk altında göstərməkdən çəkinməlidir. Onun missiyası tərəflər arasında formalaşan birbaşa etimad mexanizmlərinə kölgə salmamalıdır. Region artıq post-münaqişə deyil, post-saziş mərhələsinə qədəm qoyur və bu mərhələdə əsas məsuliyyət Bakı ilə İrəvanın üzərinə düşür. Xarici aktorların rolu isə təşviq edici və tamamlayıcı xarakter daşımalı, yeni reallıqlara uyğun şəkildə yenidən qiymətləndirilməlidir. Gündəm dəyişir, suallar artır, cavablar axtarılır. Xalqın gündəmi ilə yenidən görüşmək ümidi ilə bizi izləməyi unutmayın.